Günəş ətrafında hərəkəti və onun coğrafi nəticələrini keçdik. O bölmədə deyirik ki, məsələn, yer günəş ətrafında hərəkət etdiyinə görə fəsillər yaranır, gecə gündüzlər yaranır. Bir də var yer kürəsi öz oxu ətrafında hərəkətləsin. Yer kürəsi öz oxu ətrafında hərəkət etdiyinə görə də saat qurşaqları yaranır. Biz yerin günəş ətrafında hərəkətində coğrafi enliklərdən, paralellərdən istifadəyə hesablamalar aparırdıqca, indi yerin öz oxu ətrafında hərəkət edirsə meridianlardan istifadə edərək hesablama aparacağıq. Çünki hər bir meridianın özünə görə, yəni yerləşdiyi saat qurşağı var və yer kürəsi 24 dənə saat qurşağına ayrılır. Ekranda gördüyün o saat qurşaqlarının bölgüsüdür. Mən bu hissələri yeni geridən qayıdacağam. Əvvəl bir neçə şey var, onu izah edeyim sənə. Baxaq görək nəyə görə yer kürəsində 24 dənə saat qurşağı ayrılır. Yer bilirik ki, kürə formasındadır və bütün kürələrin, çevrələrin hər birinin içərisi 360 dərəcədir. Və yer kürəsi öz oxu ətrafında fırlanarkən bir gün ərzində, yəni 24 saat ərzində tam dövrə vurur. Və belə deyək, tam çevrəni tamamlayır. 24 saat ərzində bu 360 dərəcəni fırlanır və bir gün tamam olur. Buradan belə nəticəyə çıxır ki, 360 dərəcəmiz 24 saatdırsa, x dərəcəmiz isə olacaq 1 saat. Yəni 1 saat ərzində yer kürəsi nə qədər fırlanır? Bunu tapmaq lazım. 360 dərəcəni 24 saatda fırlanırsa 1 saatda neçə dərəcə fırlanır? Və tənasübdən də x bərabər olacaq. Əslində belə də 24x bərabər 1 bölü 360 360. Buradan da x bərabər olacaq 360 24-ə böləndə 15 dərəcə. Yəni nəticəyə gəlir ki, 1 saat ərzində yer kürəsi 15 dərəcə fırlanır. 24 saat ərzində 360 dərəcə fırlanır. Aydın oldu? Sonra belə bir şey var ki, biz bilirik ki, yəni normal olaraq hamımız bilirik ki, 1 saatımız 60 dəqiqədir. 1 saatımız 60 dəqiqədir və yaxud da belə 1 saatımız 15 dərəcədir. Buradan belə nəticəyə çıxır ki, həm də 60 dəqiqəmiz 15 dərəcə deməkdir. 60 dəqiqə 15 dərəcədirsə, bəs 1 dərəcəmiz neçə dəqiqədir? 1 dərəcəmiz də x dəqiqə. Buradan da yazaq ki, çarpaz vuraraq tənasübü. 15x bərabər olur 60-a, x də bərabər olur 4 dərəcə. 4 dəqiqəyə üzr istəyirəm. Yəni nəticədə 1 dərəcə yer kürəsinin fırlanması üçün 4 dəqiqə vaxt tələb olunur. Başa düşdün? İndi həmin qanunları kənardan yazıram çünki biz məsələləri bunlara əsasən işləyəcəyik. 1 saatımız 15 dərəcədir. 1 dərəcəmiz 4 dəqiqədir. 60 dəqiqəmiz həm də 15 dərəcədir. Sonra 360 dərəcəmiz isə 24 saatdır. Bilməli olduğumuz ilkin qaydalar bunlardır. Yəni o yer kürəsi necə olur? Hər biri 15 dərəcədən 1 çəkilməklə 24 dənə saat qurşağına ayrılır. Çünki yer kürəsi çevrədə 360 dərəcədir və onu 24 saatda tamamlayırsa 1 saat ərzində 15 dərəcə yol qət edir. Yəni 15 dərəcə gedir. Sonra baxaq indi saat qurşaqlarına. Saat qurşaqlarını 24 saat qurşağı ayrılır yer kürəsində və 24 saat qurşağı baxırıq ki, məsələn bu sxemə baxaq, birini yaxınlaşdıraq. 0-cı başlanğıc meridianında bax buradan görürsən. Bir buradan şərqə doğru saat qurşaqları gedir, ta ki gəlib 180 dərəcədə 12-ci saat qurşağına tamamlanır. Bir də buradan qərbə doğru saat qurşaqları gəlir və 180 dərəcəlik meridianda tamamlanır. 0-cı və yaxud da ki, buna deyirlər 24-cü saat qurşağı. 0-cı və 24-cü saat qurşağı üst-üstə düşür və onların orta meridianı həmin bu 0 dərəcəlik coğrafi uzunluqda, yəni Greenwich meridianıdır. Burada nəticəyə gəlir ki, 0-dan 12-yə qədər olan 0-12 arası yerləşən rəqəmlər, yəni saat qurşaqları şərqi yarımkürəsində yerləşir. 12-dən 24-ə qədər olan rəqəmlər isə, yəni meridianlar və yaxud da ki, saat qurşaqları qərb yarımkürəsində yerləşir. Sonra bunu da belə qeyd elədim ki, mən burada daha aydın yazmışam, sənə göndərəcəm bunu baxarsan. Sonra indi baxırıq, bax burada şərq uzunluğu, qərb uzunluğu verilibdir, hər biri aydın şəkildə. Yəni qlobusun bir salızda bir tərəfini görürük. Bunun arxa tərəfi də var, təbii ki, ona uyğun da saat qurşaqları olacaq. Bu isə tam açılmış formasıdır. Yer kürəsini tam açılmış formada belə görsək, bax buradan məsələn 0-cı saat qurşağı Greenwich meridianında buradan başlayır, şərqə doğru bax dərəcələrimiz artır, 12-ci saat qurşağı gəlir burada 180 dərəcəlik meridianda tamamlanır. Və bir də həmin o qlobusun yenə açılmış forması üzü qərbə doğru gedirik və saat qurşaqları yenə tamamlanır. Əslində bu belə deyil, 0-dan 24 və yaxud da dediyim kimi ortaqdır. Məsələn burada 23-cü saat qurşağıdır, 22-ci saat qurşağı və sair nöqtə 12-ci saat qurşağına, yəni 180-ə qədər də bir kürənin arxası ilə fırlanır. Dərəcələri tamamlanır. İndi bir neçə şeyə baxaq. Mən sənə birinci izah eləyim. Nəyi? Saat qurşağının orta meridianın tapılması və saat qurşaqlarının səhhəti. Hər bir saat qurşaqları bir-birindən 15 dərəcə fərqlənir. Məsələn, birinci saat qurşağının ikinci saat qurşağı arasında 15 dərəcə fərq var. Çünki orta meridian 15-i tam bölünən rəqəm olur. Məsələn, belə deyək, bax 0-cı meridian orta rəqəmdir. Burada yazılır 0-cı və ya 24-cü saat qurşağı. Orta rəqəmdə 0, 0-15-ə bölünür və saat qurşaqlarının səhhəti özündən 7.5 dərəcə, bunu 7.30 yazılır, amma biz məsələlərdə 7.5 dərəcə olaraq qəbul edirik. 7.5 dərəcə qərbə və 7.5 dərəcə fərqlənən coğrafi meridianlardır. Və bu oldu 0-cı və yaxud da ki 24-cü saat qurşağının səhhətləri. 7.5 dərəcə 0-dan qərbə doğru gedirsə olacaq 7.5 dərəcə qərb uzunluğu. Digər isə şərqə doğru gediriksə olacaq 7.5 dərəcə şərq uzunluğu. Bu da oldu onun digər səhhəti. Yəni saat qurşaqlarının hər birinin səhhəti orta meridiandan 7.5 dərəcə şərqə və 7.5 dərəcə qərbə doğru gedən meridianlar olur. Sonra indi bunu başqa cür formada yazaq. Məsələn, tək yazaq ayrıca. Məsələn, nə yaza bilərik? 3-cü saat qurşağının orta meridianı. 3-cü saat qurşağının orta meridianı deyirəm. Orta meridianı tapmaq üçün verilən saat qurşağını 15-ə bölmək lazımdır. Daha doğrusu verilən saat qurşağını üzr istəyirəm 15-ə vurmaq lazımdır. 3-ü vurarıq 15-ə eləyəcək 45 dərəcə və şərq uzunluğu. Çünki mən dedim ki,
0 və 12-ci saat quşaqları arasında yerləşən rəqəmlər şərq uzunluğu olaraq götürülür. 3 də 0 ilə 12-nin arasında olduğuna görə şərq yarımkəsidir. Və saat quşağının orta medianını tapmaq üçün də saat quşağını 15-ə vurmaq lazımdır. Bunları ayrıca qayda formasına yazacağım. 45 dərəcə şərq uzunluğu bu oldu 3-cü saat quşağının orta medianı və bunun sərhədləri isə özündən 7.5 dərəcə irəliyə və geriyədir. 7.5 dərəcə geriyə qərbə doğru getsək, sərhədin biri düşür 37.5 dərəcə şərq uzunluğuna. 7.5 dərəcə şərqə doğru getsək, sərhədin digəri də düşəcək 52.5 dərəcə şərq uzunluğuna. Bunlar bütövlükdə bir dənə saat quşağı, yəni 3-cü saat quşağını yaradırlar. Məsələn, digərinə keçsək, indi deyərsən, bəs digər başqa bir saat quşağına bununla qonşu olanda necə olur? Digər saat quşağının orta medianı olacaq, təxmin edəndə 60 dərəcə şərq uzunluğu. Çünki 60 15-ə tam bölünən rəqəmdir, 4 dəfə düşür. Bu olur 4-cü saat quşağı. Və 4-cü saat quşağının indi baxaq qərb sərhədinə. 7.5 dərəcə özündən geriyə getsək, 60 dərəcə şərq uzunluğuna 7.5 dərəcə geriyə gedəndə bax gördün, 52.5 dərəcə şərq uzunluğuna gəldi düşdü. 7.5 dərəcədə irəliyə getsək, olacaq 67.5 dərəcə şərq uzunluğu. Bunlar da bütövlükdə başqa bir saat quşağını məsələn yaradır. Bu da oldu 4-cü saat quşağı. Başa düşdün? Sualın varsa soruş. Başa düşdüm. Yox, mən başa düşdüm. Bu dərs yadımdadır. Əla. İndi keçirik. Birinci nə izah edeyim? Saat quşağının orta medianın tapılmasını izah edeyim. Sonra medianın hansı saat quşağında yerləşməsini izah edəcəm. Sonra bir neçə qaydalar var. Onları da izah edeyim. Ən sonda vaxtın tapılması, məsələn, səhər günəşin çıxdığı vaxtı, batdığı vaxt tapılması və onunla bağlı məsələlər də var. Mən də video şəklində onu da göndərəcəm sənə. O səndə qalar, baxarsan rahat. Bu dərslərin vaxtım olduqca sadəcə vaxt edə bilmirəm dərsim. Çünki bugün 6 dənə dərsim var hələ. Vaxt edə bilsəm videolarını çəkib YouTube'a yerləşdirəcəm. Oradan lazım olduqca köhnə dərslərə baxa bilərsən. Bir neçə dərslərin izahları var, bir neçə mövzunun və test toplularının işləmişəm. Onların izahı var, digər uşaqlarla işlədiklərimi YouTube'a yerləşdirmişəm. Təkrarlamaq üçün özün üçün baxa bilərsən. Əvvəlki fəsildən söhbət gedir. İndi baxaq. Birinci başlayaq saat quşağının orta medianın tapılması. Kitabda verilib bu, amma qarışıq verilib. Orada 360-dan çıxmazsa uzun böyük rəqəmlərdir. Ondan sonra bu qaydalar çox rahatdır. Saat quşağının orta medianın tapılması. İndi mən bu lövhəni 2 ilə ayırıram. Bura olacaq şərq yarımkəsi üzrə, burada olacaq qərb yarımkəsi üzrə. Nəyə görə indi deyəcəm? Çünki şərq və qərb bir-birindən fərqlənir hesablama qaydası. Ona görə birinin şərq yarımkəsi, birinin qərb yarımkəsi üzrə yazırıq. İndi şərq yarımkəsi üzrə mən dedim ki, 0-dan 12-yə qədər olan saat quşağı rəqəmləri şərq yarımkəsində yerləşir. Məsələn dedik 3-cü saat quşağının orta medianını tapaq. 3 vurulsun 15-ə bərabər olur 45 dərəcə şərq uzunluğu. Və yaxud da 5-ci saat quşağının orta medianını tapaq. 5-i vuraram 15-ə eləcək 75 dərəcə şərq uzunluğu. Sonra məsələn olsun 11-ci saat quşağının orta medianını tapaq. 11-i vuraram 15-ə olacaq 165 dərəcə şərq uzunluğu. 12-ci saat quşağının orta medianını tapanda. Elə 0-dan 12-yə qədər dedik dəyişir. 12-də daxil olmağa. 12-yə vuraram 15-ə 180 dərəcəlik coğrafi uzunluq. Yəni nə şərq uzunluğu deyil, nə qərb uzunluğu deyil. Çünki tam orta mediandır 180 dərəcəlik median. Bu oldu şərq yarımkəsi üzrə saat quşaqlarının orta medianı tapılması. İndi qərb yarımkəsi üzrə yazaq. Qərb yarımkəsində isə 12-dən sonra gəlib 24-ə qədər olan saat quşaqlar qərb yarımkəsində yerləşir. Məsələn 20-ci saat quşağının orta medianı tapaq. 20 gördük ki 12-nin 24-ün arasında yerləşən rəqəmdir. Qayda belədir ki, birinci verilən saat quşağını 24-dən çıxırıq və aldığımız cavabı, yəni 24-dən 20 çıxırıq, aldıq 4. Aldığımız cavabı vurarıq 15-ə və orta medianı taparıq 60 dərəcə qərb yarımkəsi olduğuna görə qərb uzunluğu. Çünki 12 və 24-ün arasında yerləşir 20 rəqəmi. Ona görə də 12 ilə 24-ün arasında olanlar qərb yarımkəsi olacaq və qayda belədir ki, 24-dən çıxıb aldığın cavabı 15-ə vurursan, olur 60 dərəcə qərb uzunluğu. Sonra məsələn olsun 22-ci saat quşağının orta medianı. 22 də 12 ilə 24-ün arasında yerləşir. 24-dən çıxaram 22-ni, cavab qalacaq 2 və 2-ni vuraram 15-ə, olacaq deməli 30 dərəcə qərb uzunluğu. Sonra məsələn belə yazarıq. Olsun 15-ci saat quşağının orta medianı. 24-dən çıxaram 15-i, cavab qalacaq 9. Sonra 9-u vuraram 15-ə, eləcək 100, nə qədər? 35 dərəcə qərb uzunluğu. Başa düşdün? Şərq yarımkəsində 24-dən çıxma yoxdur. 0-dan 12-yə qədər olunur. Şərq yarımkəsi olur 12-də daxil olmaqla. 0 və yaxud da 24-cü saat quşağı tam ortada yerləşir. 24-cü saat quşağına qədər qərbə doğru tam, qərbdən gəlib tam olmayırıq. 0-dan sonra isə üzü şərq gəlir. Onda 0-cı olsa hansı saat quşağını götürəcəm? Qərbi yoxsa? 0-cı saat quşağı deyiləndə 0 dərəcəlik uzunluq götürür. Necə ki 180 dərəcəlik uzunluq nə şərq deyil, nə qərb deyil. Çünki ortada yerləşir. Olan nəvki sərhədlidir. 0 da belə. 0 vuraraq 15-ə eləcək 0 və yaxud da ki 24-cü saat quşağı özündən 7.5 dərəcə qərb və 7.5 dərəcə şərqə doğru isə bunun sərhədləri olur. Bildim. Eyni 180 dərəcəlik meridian da tam ortada yerləşir və sənə başqa bir qayda izah edeyim. 180 dərəcəlik meridianla bağlı 180 dərəcəlik meridiana deyirlər ki, beynəlxalq təqvim vaxtının beynəlxalq dəyişmə xətti. Yəni 180 dərəcəlik uzunluqdan elə ki qlobusun arxa tərəfindən biz indi baxırıq. Bura şərq yarımkəsidir. Şərqdən gəldi, 180-ə tamamladı. 0-dan başlamışdı, şərqdən gəldi, 180-ə tamamlayıb. İndi 180-dən bu tərəfə baxanda burada qərb yarımkəsi idi. Məsələn, tutaq ki, şərq yarımkəsində hal-hazırda tarix 1 yanvardırsa, hələ qərb yarımkəsində 31 dekabrdır. Çünki 180 dərəcəlik meridian beynəlxalq təqvim vaxtının dəyişmə xəttidir.
Yəni 180 dərəcəlik meridiandan sən qərbə doğru getsən, bir gün geri olur, şərqə doğru getsən, bir gün irəli olur. Məsələn, burada 20 fevraldırsa, burada hələ 19 fevraldır. Sonra məsələn burada 5 yanvarsa, burada hələ 4 yanvardır. Bununla bağlı məsələlər çoxdur. İzah edəcəm sənə məsələlər üzərində işləyək bir necə nümunə. Orada biraz qarışıq məsələlər də var. Bu tipli saatın fərqinin hesablanması məsələləri var. Onlara baxarıq. Deməli biz yazdıq səndən saat qurşağının orta meridianının tapılması. İndi tam tərsinə meridianın hansı saat qurşağında yerləşməsini tapaq. Meridian hansı saat qurşağında yerləşir. Bunu yazaq ki, məsələlərin izahını oxuyanda rahat olsun sənin üçün. Yenə lövhəni ayıram 2 yerə. Bura olur şərq yarımkürəsi, burada olsun qərb yarımkürəsi. Məsələn, bir dənə meridian verilsin, hansı saat qurşağında yerləşməsini tapaq. Tutaq ki, məsələn nə? 60 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? 60 15-ə tam bölünən də deyək. 60-ı bölərəm 15-ə, cavab alınacaq 4-cü saat. 4-cü dərəcəli şərqdə. 4-cü bəli, saat qurşağı. Ay sağ ol. Sonra 4-cü dərəcə. 45 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? 45-ə bölərəm 15-ə. 3-cü saat Ay sağ qurşağı. ol. 3-cü saat qurşağı. Sonra məsələn deyirəm 105 dərəcə şərq uzunluğu hansı saat qurşağında yerləşir? Bölərəm 15-ə, 7-ci saat qurşağı. Bu belə. Meridian o qədər çatmır. Asandır. Bir müddət sonra məsələləri işlədikcə öyrəşəcək, özün rahat hesablayacaqsan. Deməli, bunlar rahat bölünən rəqəmlərdir. 15-ə tam bölünən rəqəmlərdir deyə sən birbaşa saat qurşağını tapdın. Amma əgər sənə verilən rəqəm 15-ə tam bölünmürsə nə edirsən? Məsəl üçün 68 dərəcə şərq uzunluğu verilib. Rəqəm 15-ə tam bölünürsə qalxıb bölməni yazacaqsan. Niyəsini deyəcəm. 68 dərəcə deməli, şərq uzunluğu olsun. Bölərik bunu 15-ə. Düşəcək 4 dəfə tam. Çıxarıq 68-dən 60-ı. Yeri qaldı, qalıq 8. Mən demişdim ki, saat qurşunluqların sərhəddi 7.5-dən. Ay sağ ol, ay sağ ol, əla. 7.5-dən böyükdürsə, alınan qalıq. O 5 saat qurşağı. Bəli, üstünə bir gəlirik, bəli, olur 5-ci saat qurşağı. Başa düşdün? Bəli. Kiçik olsaydı heç nə eləmirik. Böyük olarsa üstünə bir gəlib keçirik o bir saat qurşağını. Çünki 7.5-i keçir, sərhəddi keçdi. Bəli. Qərb yarımkürəsi üzrə yazaq indi. Bu şərq yarımkürəsində. Qərb yarımkürəsində məsələn desən ki, 20 saat qurşağının orta medianı. Yenə bayaq o 24-dən çıxıb sonra 15-ə vurmuşduq deyə. İndi verilən saat qurşağı neçədirsə, yenə onu 24-dən və yaxud da ki belə deyək də, verilən 60 qərb uzunluğu verilsin, misal üçün. 60 qərb uzunluğudur. İndi yenə o 24-dən çıxma prosesini yenə eyni cür eləyəcək, amma bu səfər fərqlidir. Birinci verilən saat qurşağını bölərik 15-ə, eləyəcək 4. Sonra yenə aldığımız cavabı bu səfər 24-dən çıxarıq. 24-dən 4-ü çıxarıq, cavab alınır 20-ci saat qurşağı. Sonra məsələn bir dənə də yazılsın 22-ci saat qurşağı. Elə bayaqki prosesi geri qaytaraq. 22-ci saat qurşağının orta median 30 dərəcə qərb uzunluğudur. 30-u bölərəm 15-ə, eləyəcək 2. Və aldığım cavabı 24-dən çıxaram, alınır 22-ci saat qurşağı. Yəni meridianın hansı saat qurşağında yerləşməsini tapdıq. 30 dərəcə qərb uzunluğu yerləşir 22-ci saat qurşağında. 30-u bölərəm 15-ə 2, aldığım cavabı 24-dən çıxaram yenə. Sonra məsələn nə ola bilər? Tutaq ki 75 dərəcə qərb uzunluğu olsun. 75-i bölərəm 15-ə, düşəcək 5 dəfə. 24-dən də çıxaram 5-i, olacaq 19-cu saat qurşağı. Bunu tapdıq. İndi bu səfər yazaq 68 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? 68-i bölərəm 15-ə. Çünki tam bölünmür deyə yenə qalxıla bölməni yazdım. 4 dəfə tam düşdü. Eləyir 60, yerdə qaldı 8, 7.5-dən böyükdür. Ona görə üstünə 1 gəlirəm, olur 5 və yenə ən sonda aldığım cavabı 24-dən çıxacaq. Olur 68 dərəcə qərb uzunluğu 19-cu saat qurşağı. Aydın oldu? Bəli. Kiçik olarsa 7.5-dən heç nə eləməyəcəksən, amma böyükdürsə 24-dən çıxmaq, daha doğrusu üstünə 1 gəlib sonra 24-dən çıxacaqsan. Kiçiksə heç nə eləmirsən, birbaşa 24-dən çıxacaqsan. Bu oldu. Deməli meridianın hansı saat qurşağında yerləşməsi. İndi saat fərqini dərəcəyə, dərəcə fərqini də saata çevirək. Yazıram burada. Saat fərqini dərəcəyə çevirmə. Məsələn, nə qədər yazaq? 5 saat 40 dəqiqəni dərəcəyə çevirək. 5 saat 40 dəqiqə. Dərəcəyə çevirəndə saatı vururuq 15-ə. 5-i vurarım 15-ə. Eləcək 75 Dəqiqəni dərəcə. 4-ə vuracağıq mı? Dəqiqəni 4-ə bölürük. Düzdür. Bəli. Çünki bir dərəcəmiz 4 dəqiqədirsə, x dərəcəmiz 40 dəqiqədir. Bölərik 4-ə, eləcək 10 dərəcə. Toplam 5 saat 40 dəqiqə 85 dərəcə fərq yaradır. Qaydamız belədir ki, saatı vururuq 15-ə, dəqiqəni də bölürük 4-ə. Bunu hətta sözlə yazdım ki, sənə göndərəcəm, sən də qalsın, rahat baxarsan. Sonra olsun məsələn 3 saat 20 dəqiqə. 3-20 ilə qısaca yazaq. 3-ü vuraram 15-ə, eləyəcək 45 dərəcə. 20-ni bölərəm 4-ə, eləyəcək deməli 5 dərəcə. Toplamda 3 saat 20 dəqiqə bir məntəqə arasında fərq varsa, bu demək ki, o məntəqə arasında 50 dərəcə fərq var. Sonra məsələn, tutaq ki, dəqiqəsi olmasın. 2 saat deyiriksə, 2 saatımız 2 vuraram 15-ə, 30 dərəcə deməkdir. Çünki 1 saatımız 15 dərəcədirsə, 2 saatımız 30 dərəcə olacaq. Bu oldu saat fərqini dərəcəyə çevirmə. İndi tam tərsini yazaq, dərəcəni saata çevirək. Dərəcəni saata çevirmə qaydası. Burada necə olacaq? Məsələn, olsun elə bayaq ki 50 dəqiqə, 50 dərəcə üzr istəyirəm. 50 dərəcəni çevirək saata. Bölərəm yenə qalxıb bölməyinə, çünki tam bölünmür 15-ə. 50-ni bölürəm 15-ə, neçə dəfə tam düşür? 3 dəfə. Tam düşən həmişə bizim olur saatımız. 3 saat. Böldüm 15-i vurdum üzr istəyirəm. Oldu 45. Yerdə qaldı 5. Və qalğı da vururam 4-ə, dəqiqəyə çevirəm. 3 saat 20 dəqiqə.
Sonra misal üçün başqa birini yazaq. Desəydik ki 105 dərəcə 105 15-ə tam bölünür deyə birbaşa bölərəm 15-ə eləcək 7 saat. Yəni məntəqələr arasında 7 saat fərq var. 60 dərəcə deyirsə 60-ı bölərəm 15-ə 4 dəfə tam düşür. Məntəqələr arasında 4 saat fərq var. Amma məsələn desə tutaq ki 68 dərəcə fərq. 68-i bölərəm 15-ə 4 dəfə tam düşür. Bu olur bizim 4 saatımız. 4-ü vuraram 15-ə 60. Yerdə qalan qalıq 8-dir. Qalığı da vuracam 4-ə. 8-i 4-ə vuranda eləyir 32. Cavab alınır 4 saat 32 dəqiqə. Sonra bir dənə də nümunə nə yaza bilərik? Məsələn 35 dərəcə yazıram. 35-i bölərəm 15-ə. 2 dəfə tam düşdüyünə görə bu olur 2 saat. Yerdə deməli 30, 2 dəfə 15. Yerdə qalan qalıq 5-dir. Vuraram bunda 4-ə, eləcək 20. Cavab alınır 2 saat 20 dəqiqə. Başa düşdün? İndi çevirək məsələn nəyi? Aradakı vaxt fərqini də tapmasını izah eləməliyəm. Gəlin aradakı saat fərqini tapaq məntəqələr arasında necə tapaq? Misal üçün özümdən bir neçə rəqəmlər yazacağam. Olsun bu 40 dərəcəlik paralel, 40 dərəcə şimal eni. Məsələn, bu məntəqə Bakı olsun elə. 50 dərəcə şərq uzunluğundadır, bura Bakıdır. Burada saat hal-hazırda 16:00-dur. Ondan 50 dərəcə şərqdə yerləşən məntəqədə saatı müəyyən edilir. Necə müəyyən edəcəksən? 50 dərəcə şərqə getdiksə, bu olsun A məntəqəsi və burada olacaq coğrafi uzunluğumuz 100 dərəcə şərq uzunluğu. Bu məntəqələr arasında dərəcə fərqini bilirik 50 dərəcədir. Dərəcə fərqini saata çevirək. 50-ni bölərəm 15-ə, çünki tam bölünmür. Qalıqlı bölməklə bölürəm. 3 dəfə tam düşür. Bu olur bizim 3 saatımız. 3-ü 15-ə vuraram 45. Yerdə qalıq qaldı 5. Qalığı da vuraram 4-ə, eləyəcək dəqiqə. Deməli, bu məntəqələr arasında, yəni Bakı ilə ondan 100 dərəcə şərq uzunluğunda yerləşən məntəqə arasındakı fərq, yəni aralarında 50 dərəcə fərq var. 50 dərəcə fərq elədi 3 saat 20 dəqiqə. Və bu məntəqə Bakıda şərqdə yerləşdiyinə görə şərqdə həmişə vaxt irəli olur, qərbdə vaxt geri olur. Çünki bilirsən necədir? Bu günəş şüaları düşür. Yer kürəsi də belə fırlanır. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə günəş şüaları yer kürəsini şərqdən qərbə doğru isidir və şərqdə vaxt irəli olur, qərbdə vaxt geri olur. Ona görə də Bakıdan bu geriyə doğru getsəydin, qərbə doğru getsəydin, vaxt geri olacaqdı, amma şərqə doğru getdiyinə görə də vaxt olacaq irəli. Hal-hazırda Bakıda 16:00 oldusa, həmin o A məntəqəsində ondan 3 saat 20 dəqiqə irəli olacaq vaxtımız. Yəni olacaq 19:20. Başa düşdün? Bəli. Sonra məsələn başqa birində yazaq indi. Tutaq ki, hər hansısa bir coğrafi enlikdir. Məsələn, burada olsun, sadəsini yazım birinci, sonra çətin formasında yazacağam. Məsələn, burada olsun, yenə yazaq A məntəqəsi, burada B məntəqəsidir. Bunun arasındakı dərəcə fərqini olsun nə qədər? Tutaq ki, 30 dərəcə arasında fərq olsun. 30 dərəcə şərq uzunluğu və 60 dərəcə şərq uzunluğu. Bunlar arasındakı dərəcə fərqimiz 30 dərəcə. 30 dərəcənin də 15-ə tam bölünür. Bölərik 15-ə eləyəcək 2 saat. Məsələn, B-də saat 18:00-dırsa, A ondan geridə olduğuna görə 2 saat çıxarıq. Burada olacaq 16:00. Sonra başqa nə yazmaq olar? Məsələn, bir dənə nümunə yazım bununla bağlı. Məsələn, yenə yazaq. Tutaq ki, bu səfər elə yazaq ki, məsələn, 0-cı meridian da düşsün. 30 dərəcə olsun şərq uzunluğu. Bu A məntəqəsi. Ortada 0-cı meridian var, Greenwich meridianı. Digər B məntəqəsi isə yerləşir. Məsələn, elə yazım 30 dərəcə qərb uzunluğunda. Bunlar arasındakı dərəcə fərqi biri şərq, biri qərb deyə toplayırdıq. Əks yarımkənar olduğuna görə. Dərəcə fərqi ilə də 60 dərəcə. 60 dərəcənin saatı verədir. Çevrəsi olsam 60-ı bölərəm 15-ə, düşəcək 4 saat. Məsələn, hal-hazırda A məntəqəsində saat 16:00-dursa, B məntəqəsində ondan vaxt 4 saat geridir. Olacaq saat hələ 12:00. Və bir də 12:00 ilə bağlı sənə bir şey deyim. 12:00 həmişə məsələlərdə günorta olaraq götürülür. Adətən köhnə dərsimizlə bağlı da deyim. Adətən məsələn sən deyirsə günəş şüalarının günorta vaxtı düşmə bucağı məsəl üçün nə qədərdirsə, həmin o günorta vaxtını həmişə saat 12:00 götürürük məsələlərdə. Bəzən məsələdə ola bilər ki, sən saat axşamlar götürürük, bəs 12:00 axşam olmur. Gecə yarısı götürəndə 24:00 götürürük. Bildim. Hə, o bizim məsələn telefonlarda istifadə etdiyimiz saat olaraq deməyək. Əsas məsələn ola bilər nəyə görə? O 0-dan 24-ə qədər tamamlamağa görə götürürük. Günortalar 12:00-dur, axşam sonundan 12 saat sonra, yəni 24:00 olur. Sonra indi nə yazaq sənə? Deməli, elə bununla bağlı bir neçə şey yazım sənin üçün. Birinci belə bir şey sxem çəkəcəm. Bu tipli məsələlər çünki çox düşür. Məsələn, sən deyək ki, gecə ilə gündüzün arasında fərq bu qədərdir, və ya gecə bu qədərdir, gündüzün uzunluğu bu qədərdir, səhər günəşin çıxdığı batdığı vaxtı qeyd edin və s. Bu tipli suallar çox düşür. Söhbət 21 mart və 23 sentyabr tarixlərindən gedirsə, bu 21 mart və 23 sentyabr tarixlərində gecə və gündüzün uzunluğu bir-birinə bərabər olur. Yəni 12 saat gecə olur, 12 saat da gündüz. Və günün uzunluğu ümumi 24 saatdır. Həmin o 24 saat bərabərdir gecə ilə gündüzün cəminə. Yəni 12 saat gecə, 12 saat gündüz toplayanda 24 saatdır. Amma bu qayda həmişə belədir. Gecə ilə gündüzün uzunluğunu cəmini toplayaraq istənilən ayın tarixindən fərqi yoxdur. Hansı ay olur olsun, 24 saatımız gecə ilə gündüzün cəminə bərabərdir. Amma hal-hazırda 21 mart və ya 23 sentyabr tarixlərindədirsə, günortanı həmişə götürsən 12:00. Buraya yazıram günorta. Günəş səhər-səhər şərqdən çıxır. Yəni bax belə çıxacaq. Axşam isə burada qərbdə batacaq. Müəllimə başa düşmədim mən bunu.
Məsələn, necə? Baxın qarşıda. Hansı hissəsi? Şərqdə çıxıb qəribə batacaq onu tutmadı. Bu həmişə belədir. Günəş şərqdə çıxır hər gün, səhər axşam qərbdə batır. Yox, elə bildim ki, şeydə təkcə bu misalda var, ona bir başa düşmədim. Yox, bu misalda saat fərqini deyəcəm, ona görədir. Amma ümumiyyətlə istənilən vaxtı fərqi yoxdur. Bütün ömür boyu günəş səhər şərqdə çıxır, günorta başımızın üstündə olur, axşam isə qərbdə batır. Onu bilirəm. Hə, bu Onu məsələdə. bilirəm, elə bildim ki, mən səhvdirəm. Ona görə şey. Hə, yox, narahat olma. Düz bilirsən. Sadəcə burada saat fərqini izah edəcəm. Nəyə görə deyirəm? Çünki 24 saatımız bərabər idi 12 saat gecə ilə. Söhbət 21 martdan 23 sentyabrdan gedir. 12 saat gündüzün cəminə. Çünki 12 saat gecə ilə 12 saat gündüz nəyə görə deyir? 21 mart və 23 sentyabrda yer kürəsi tam ekvatorda olur zenitdə. Yəni günəş tam ekvator üstündə zenitdə olduğuna görə yer kürəsi eyni qədər işıq və istilik alır. Həm şərqi yarımkəsində, həm şimal yarımkəsində, həm cənub yarımkəsində gecə və gündüz uzunluğu hər biri 12 saat olur. Və səhərdən axşama qədər olan vaxtda həmişə bütün növ məsələlərdə, bütün tarixlərdə biz deyirik gündüz. Səhərdən axşama qədər olan vaxtda gündüz deyirik. İndi bizdə gündüzün uzunluğu nə qədər verildi? 12 saat verilmişdi. 12 saat gündüzdürsə, səhərdən axşama qədər 12 saat keçirdik. Günortamız da 12:00 olursa və belə bir qayda var ki, səhərlə günortaya qədər olan vaxt fərqi, günortadan axşam gün vaxtına qədər olan vaxt fərqinə həmişə bərabər olur istənilən tarixdə. Səhər günəş 6:00-da çıxıbsa, ondan 6 saat sonra saat olub 12:00. Onun üstünə 6 saat gəlsən, axşam günəş batacaq axşam 18:00-da. Aydın oldu? Bu oldu indi 21 mart 23 sentyabr tarixləri üçün. İndi başqa bir qayda ilə yazaq. Məsələn, sənə başqa cür verilərsə necə edəcəksən? Gözlə topladan sual